21-ci sualda all the cooking shows I have watched, I'm still bad at cooking. Bax, birinci due to, because of. Bu ikisini çıxırsan. Çünki ikisi də görə uzbatundan deməkdir. Bir-birinin sinonimdir. Biri olsa digəri də olar, düzdür? A ilə D-ni çıxdıq. İkisi eynidir deyə. Bir də Y-ni çıxırıq. Y-ni niyə çıxırıq uşaqlar? Deyə bilərsiniz mənə. De. Sonra of gəlmir. Aferin. Despite-dan sonra of gəlməz. Despite özü ilə baxmayaraq deməkdir. Ona görə Y-ni də çıxırıq. Qaldı as a result of, bir də in spite of. As a result of nəticəsində, in spite of isə baxmayaraq, rəğmən deməkdir. Bax indi. Deyirəm ki, in spite of all the cooking shows I have watched, I'm still bad at cooking. İzlədiyim bütün yemək bişirmə şovlarına rəğmən, verilişlərinə rəğmən, mən hələ də yemək bişirməkdə bərbatam. Yəni, bərbat yemək bişirirəm. C düzdür. Ben desem deyəcəm ki, bütün izlədiyim yemək bişirmə şovları nəticəsində yemək bişirməkdə bərbadam. Yəni, bunun nəticəsi budur. Niyə bərbad oldun ki, bəs sən? O boyda izləmişsən, düzəməli bişirərdin də. Düzdür. Başa düşdünüz.